Doktor, bu çənəyə ki, o implant bağlanır. Çənədə hər hansı bir qorxulu xəstəlik yarada bilərmi ya yox? Konkret deyəcəm, onkoloji xəstəliyin yaranması mümkündürmü yoxsa yox? Çox gözəl sualdır. Çox pasientlərimizin ən yaralı yerlərindən biridir ki. Yəni ümumiyyətlə implant dünyada 50-ci ildən bu tərəfə artıq bu prosedura baş verir. Azərbaycanda da artıq bir 30 ilə yaxındır ki, bəli, bu yəni bizdə də var. Ümumiyyətlə dünya statistikasında siz özünüz bilirsiniz ki, mən çox sıx olaraq xarici konfranslarda, yəni yeniliklərlə, bu günlərində yenilik varsa mən çalışıram ondan məlumatlı olum. Dünya statistikasında elə bir yazı, elə bir yayın yoxdur ki, implant arası bədxassəli bir proses gətirib çıxarda bilər. İmplantın ən pis tərəfi nədir? Yəni o ən qorxulu tərəfi deyək daha doğrusu. Odur ki, məsələn, qoyulmuşduq ki, 10 dənə implant qoyulub pasiyentə, bir dənəsində tutaq ki, problem oldu. İmplant, yəni belə deyək, perimplantit deyirik. İmplant ətrafı toxumalarda iltihab və yaxud da ki, aseptik nekroz deyirik. İmplant sümüyü ilə belə deyək də osteointeqrasiya getməyib və həmin implant tutaq ki, çıxdı. Yenisi belə deyək, firma tərəfindən bizə verilir və implant əvəzlənir.